Lap səsimi qayda etsinlər, mənim heç vecimə də deyil. Sen burada güvenəsə artıq əşki söhbət eləmirsən, sən haqqı deyirsən ki, sən çıxıb canlıda mən söyünmüsən, sonra üstümə gəlib mən yoldaşımı təhqir eləmişsən orada, iş yerində. Sən bunu Əlbəttə, əlbəttə. Qanun qarşısında məncə yox, qanun qarşısında ay Allah, polislərin ay Allah, ağırsa, azası deyir ki, sən necə ki, gəlib təhqir eləmişsən, eləmcinə də gedib, polis araşdıracaq, gedib cəriməni ödəyəcəksən. Bu sözü deyir bu xanım, polis istəmək söhbəti deyir. Gedib cəriməni 500 manat ödəyəsən, o deyir. Bəs mən onu deyirəm da. Alaca üçün hər kəsən özünə diqqət eləsə gözəl olar. Ayrılıb da bu insan səndən ay başa dönüm, ayrılıb, çıxıb gedib. Boşanmışam. Boşanmışam. Bunun əlindən təmiz boşanmışam. Da uşaqların dədəsindən boşanmışam. Nə istəyirlər məndən? Nəyə veriblər, nə alanmırlar? Ezo, mənim yoldaşım Allaha şükür ki yanımdadır. Bu biri. İkinci növbədə də ki, qanun var, qayda var. Mənim əlimdə telefon var. 100 kini yığan kimi ki, yoldaşımı iş yerində narahat edən var. Avtomatik sağ olsun polislərim, ay Allah. Onların ağrısı, acısı məni istəməyənlərə geçsin. O polislərin ağrısı, acısı var ha. Məni istəməyənlərə geçsin. O polislərin ağrısı, acısı məni istəməyənlərə geçsin. İlki zamanda kiməsə durduğu yerdə təhqir eləməz. Eləyə də bilməz. Mən Füzuli elə belə Füzuli deyil, Füzulinin yanında dağ kimi mən durmuşam. Bax, dağ kimi. Kürəyimdə dağ kimi durmuşam mən. Qanun qarşısında ərzəmi yazdım, gəldim. Tap. Elə bilir ki, polis onları ağzına gələn deməyəcək da. Elə bilir ki, polis onları dedi da, Füzuliyə dedi. Füzuliyə dedi ki... Qanun var, hüquq var, hamısı inşallah. Kim sənə haqsızlıq edeyim, hamısı araşdırılacaq. Görülmə, sən bu günləri nəyə görə çıxıb burada canlıda bana pis sözləri deyirsən, nəyə görə deyirsən? Füzuliyə dedi da. Polis araşdıracaq, cərmələnəcək, gedib cərməsini ödəyəcək. Vəssalam. Füzuliyə dedi da, Füzuliyə dedi ki, səni iş yerində səni gəlib ağzıma gələn deyiblər də, nə də öyle dedi, hə. Füzuli avtomatik oraya ərzəni yazdı, gəldi. Gördülər, polislər də gəldi, gördülər ki, Füzuli iş yerindədir. Üstü başı it abrında. Kubik yarırdı. Gəlib ora, nə olsun ki, gəldi, geçəcək, avtomatik üstün verdi. Ez öyle bilir ki gözəllə oynamayacaq. Füzulinin həyat yoldaşına o kimsə o sözü deyirsə, Füzuli hələ yaxşı söz deyib. Nətər yəni, bu insan Füzulinin yoldaşıdır. Bu Füzulinin həyat yoldaşıdır. O insan nəyə görə orada o söz işlər? Polisə də dedim, qardaşlarım. Hansa tanrıya qoşulur ki, deyir ki, gözəl pozuldu, gözəl nə bilim nədir, bıdı odur da, mən burada xanımlar var, artıq eski demirəm da. Nə deyir, yaxşı, nə deyir da, nə deyir gözəl təhqir edir, səbəb nədir? Mən polisə də dedim. Polisə dedim ki, Ezo deyir ki, Zaksa girməmiş evə saatdı. Mən polisə dedim, mənim imkanım yoxdur ki, Zaksa düşmək. 200 manat polis dedi ki, nə qədərə polislər, dedim, Zaks dərəsi, asan xidmətə getdi, 30 manat, buna da 30 manat mənə. Sonra Zaks dərəsi də şirinlik vermək lazımdır Zaks dərəsinə. Zaks dərəsinə də. Qayıtdı dedi ki, bura qeydiyyətə düş. Dedim, 2 dəfə gəlmişəm şöbəyə yoldaşımı qeydiyyətə salmağa. Dedi, kağız var əlinizdə? Dedim, bəli, var. Həmən kağıza sabahlam. Mənim imkanım yoxdur Zaksa girməyə. İmkanım olsa maşınım orada qalıbdır. 350 manat pul istəyir ki, nədir, maşınımı düzəltməyə. Mənim imkanım var. Elə mən sizə ki, Füzulini buradan ürkütmək istəyirlər. Daha demir ki, Füzuli eləsi Füzuli rəddət öyle. Füzuli məhkib deyir ki, kim nədir desin, ölüncə sənin yanındayım deyir, gözəl. Onda hiç kim söyünmürdü, serbest rahat şekilde söhbət edirdi. Normal insanlar qalmışdı orada. O söyüşlənlərə də yaxşı edir, söyülmə də.
Ay kardeşlerim burada, ay bacılarım. Kayıtlarım YouTube'da var. Bakın görün söyleyeyim. İcazə ver bu dəqiqə. Burada mən bu günləri, bax bu dəqiqə canlıda söhbət edirik də burada. İndi mən buradan danışıram, çatda da məni izləyirlər, eşidirlər buradalarda. İndi burada 277 nəfər. Mən söysəm, oradan mənə atvet qaytarmayacaqsınız, cavab verməyəcəksiniz mənə ki, sən belə olasan. Ya düz danışaq da. Mən sizi söysəm, siz də mənə söyləyəcəksiniz. Düzdür. Düzdür. Yox, mən sizi söysəm, siz də mənə söyləyəcəksiniz. Söyməyəsəm, söyməyəcəksiniz. Allah ölənlərə rəhmət. Siz o sürüşü mənə qaytaracaqsınız. Niyə görə bunda günah görürsünüz? Bu düzgün olanda nə olar insan? İnsan düzgün olanda nə olar? Yəni düz danışaqın da. Bax, bacılarım, qardaşlarım, qulaq asın. Elçinin canlısında istəsiz mənə kayıtlarını da hamıya göstərim, hadimə tər göstərim mən. Qayıdıb Ezo deyir ki, qırmızı profilli, deyir ki, gözəl əxlassızdır, kayıtları var, polisə göstərmişəm. Bir dəqiqə gözəl, yazır ki, o qadını söyməli deyir, yaxşı kişi qadını söyməlidir. Hansı qanunda yazır? O qadını söyməli deyil. Necə yəni bəyəm? Yaxşı onda qadınam, gəl başıma vur, ağzımı çır söyməni. Elə şey olur, harada görür ki bu? Elə söyüş ağzına alıb, söyüş ifadəsini işlədən insan heç düzgün deyir axı. Sən düzgün nə hərəkət eləmirsən ki? Söyüş söymə də. Olmaz ki, normal bax, mən danışdığım kimi danışasan. Əlbəttə. Əlbəttə. Sən söyüş, kimsə söyüş, söyən insan söyləyəcək. Söyməsinlər. Atılma, burada Ezo gəlib dişi qancıq kimi gülür, mənə acıq verir. Mən nəyimə gülürsən? Hə? Haram açılmışdı mənə gülürsən. Acıq versən ki, fitillədim gözəlin keçmişki yoldaşını Füzulinin üstünə getdi. Nə olsun ki fitilləməklə? Nə olsun ki qanun qarşısında onlar cinayət daşıyacaq? Nə Füzulin, nə mən yox. 102'ye zəng vurdum, polislər taraf badana gəldi, töküldü. Gəldi, bizi apardı, ərzəni yazdıq, onları çağıracaqlar. Onlar töhmət töküləcək, onlara nələr deyəcək, mənə yox. Ərzəni yazan mənəm. Məhkəməyə də keçsəm mənəm, deyəcəm, mən sən gözəlsən, düzsən. Gedib çıxıb o canlıda sənə o cür söyüşlər işlədiblər. Sən də gedib sözü demirsən ki, niyə görə məni söyürsən? Oradan da səhərsə gün, yəni bu günləri gəlib Füzulinin iş yerində Füzuli ilə dalaşıb, üstünə baskın gəlib. Sən səhv eləməmişsən, sən düz eləyib getirmirsən polisə ki, qardaşım, ya köməkli yerə də. Əlbəttə. Mən hüququm tapdanır. Əlbəttə. Onlar da sağ olsunlar. Allah köməkləri olsun. Bir ölçü götürəcəklər yəqin ki. Aparıb cərmələrini ödəyəcəklər. Ona sonra olacaq əla. Əlbəttə. Mən Füzuliyə dedim, mən nə evlənmə, nə eləmə, qanun qanun. Mən səsin, mən durub kiminsə, mən işdəyəm, kimsə işdədir, eləməz. Kimsə işdədir da, işdədir. Deyəmin damladı, söhbət edirəm. Kimsə işdədir. Mən durum gedim kiminsə iş yerinə, tərbiyəsiz sözlər deyim, əxlassız sözlər deyim. Naz sonra Hasanı deyim, səni başıma keçirdirəm, səni öldürtdürərəm, bastıraram, səni tozu itizdirərəm. Onu deyim. Çıxım gəlim bəri, hədə qorxu gəlim. Bəs məni polisə verməz o adam. Ağıl məntiqidir. Düzgün deyil, qardaş. Valla deyir ki, söymə mənim nökər adamı. Söyməyim bəyat o. Niyə? Niyə söyürsən, niyə söylürsən? Əlbəttə. Mənim deyib, bana YouTube'a çıxıbdır. Baxın görün, mən söyləmişəmsə, bir öz YouTube'uma baxmışam. Öz YouTube'lara baxmışam. Görün mənə söyüşüm varmı ki, əgər söyüşüm varsa milyon cəmaatın içində mən hamıya üzür istəyib. Görürəm ki, söyləməmişəm axşam ki də mən. Dənə də söyləməmişəm axı, mən niyə yalan danışam ki mən? Öz günahımı niyə yuram ki mən? Söyləməmişəm axı. Mən şəxsən, məhkəməni kim söyərsə, mən də onu 5 qat artıq söyərəm. Ezoya niyə söydüm? Ezoya niyə söydüm? Ezoya niyə qarğış elədim? Söymədim, qarğış elədim. Dedim, Allah sən bəlovu versin. Bu oruçluq ay sənə Allah bəlovu versin. Götdüyün, qoyduğun, dedim, iynə dərmanda tutulsun, onu demişəm. Çünki çıxıb elçinin canlısına, gözü kör elçinin canlısına. Deyir, gözəl qəhbədir, gözəl oğraşdır, gözəl evə kişi salıbdır. Elçinin canlısına. Kayıtları mənə atdılar. Mən də baxdım, sübutunu saxlamışam. Elə olan şey deyil. Elə olan şey deyil.
Füzulidən əl çəkin daha. Füzuli istəyən nə var? Ezodan çörək istəyir. Güllü profetdən çörək istəyir. Mən də demişəm. Dediyimə damıram ki, dedim, söyməmişəm. Dedim, Allah səbbəlovu versin. Gedim, sən dedim. Qapını ortasın. Durup orada o söhbəti eləmək lazımdır. Niyə görə sən bu günləri mən söylesem mən sən durup bakacağım. Harda görür ki bu? Harda görür ki bu? Şey də belə, Türk də qayıdıb belə dedi. Uşaqların dədəsinə. Sən nömrümü mənə atarsan. Onun canlısında buna rusvay edici, təkrami sözlər işlədiblər. Bu niyə eləməlidir yaxşı? Gedib deməməlidir. Yox, gedib deməməlidir. Yox, Türkün canlısına Ezod. Ağzını açıb gözün düyə qalıb baxmalıdır. Ezod. Yox, burada hansızı söysəm, durub mənim üzümə baxarsınız ki, düz eləyirsən, söyün mənə. Kimisi hansız deyirsiniz? Bax, durub Ezodu. Mənim keçmişki yoldaşımdır. Çıxıblar Türkün canlısına, Türk də mənim şəkillərimi, ondan sonra Sabedin şəkillərini, Füzulin şəkillərini qoyubdur. Oradan da yazıb gözəl əxlaqsızdır, pozğundur. Ayıb olsun, ayıb olsun. Türk də ayıb olsun. Ayıb olsun. Mənim əxlaqsızlığımı harada görübdür? Ezo harada görübdür mənim əxlaqsızlığımı? Uşaqların dədəsi harada görübdür? Türk harada gördü? Kimin altında yatmışam? Kimə pozğunluq eləmişəm? Kimin ağzını vermişəm ki, mənim əxlaqsızlığımı sübut eləsinlər? Mən başqalar 19 yaşında oğlanı mən koltuğuma salmamışam. Deyiləm kimsə təhqir eləməyinlə. Əgər kimsə də kimsə təhqir edirsə, o qarşısında dayanıb elə ağzını açıb, gözünü açıb baxmamalıdır. O da onun qarşısında cavabını verməlidir. Sen bu günləri söymeməni söyməyəcəksən. Niyə söyürsən belə? Xeyr ola. Xeyr deyil. Söyüş yaxşı geçər, qoy sənə də geçsin. O söyüşdən. Yola çıxıb da ağzına gələni canlıda. Daha disinib, mənim problem yoxdur. Mənim üçün problem yoxdur. Mənim üçün dədəmin gör haqqı. Daha vecimə deyil. Dünya mənim vecimə deyil. Mən çıxıram qardaşım. Hələ ki sağ. Yox, şimdi mən də canlı bağlamaq istəyirəm, işim var.